İyunun 29-da Müvəkkil Hüquq Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili layihəsi çərçivəsində sağlamlıq imkanları məhdud vətəndaşlara hüquqi maarifləndirici görüş keçirilmişdir. Görüşü təşkilatın rəhbəri Səməd Vəkilov açaraq bildirmişdir ki, həyata keçirilən layihənin məqsədi müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkil edilməsi ilə onların maariflənməsinə xidmət etməkdir. Layihə çərçivəsində müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi xidmətlər təşkil edilir. Eyni zamanda həssas sosial yönümlü 5 QHT ilə əməkdaşlıqda belə maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulur ki, bu görüşlərin də birincisi Gülsam əlillərinin reabilitasiyası ictimai birliyi ilə əməkdaşlıqda sağlamlıq imkanları məhdud vətəndaşlar keçirilir. Gülsam əlillərinin reabilitasiyası ictimai birliyinin sədri Gülnarə Səlimova da bu görüşün rəhbərlik etdiyi təşkilatda əməkdaşlıqda keçirildiyi üçün Müvəkkil Hüquq Mərkəzinin təşəkkürünü bildirib və QHT-lər arasında layihələr çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirdi. Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmailova da bu kimi layihələrin vətəndaşların problemlərinin həllində mühüm rol oynadığını bildirərək görüş iştirakçılarına aktiv olmalarını, onları narahat edən hüquqi məsələlər ilə bağlı sualları verməyə çağırdı. Daha sonra layihə rəhbəri Səməd Vəkilov sağlamlıq imkanları məhdud vətəndaşlar üçün qanunvericiliklə verilən əlavə hüquq və imtiyazlar haqqında geniş məlumat verdi. Görüşdə mənzil problemləri, sosial müavinət, müəyyən prosedurlar ilə bağlı elektron müraciətlərin hazırlanması və digər məsələlər ilə bağlı görüş iştirakçılarının sualları cavablandırıldı. Görüş iştirakçılarından 3 nəfər üçün isə vaxt təyin edilərək növbəti həftədə əlavə hüquqi yardımın göstərilməsi qərarı alındı. Azərbaycan Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi ilə Müvəkkil Hüquq Mərkəzi tərəfindən həyata keçirilən müharibə veteranları, əlillər və digər sosial qruplara hüquqi dəstəyin təşkili layihəsi çərçivəsində biz iş görüşümüzü ixtisaslaşmış əlil təşkilat olan Gülsam təşkilatı ilə deməli ilk görüşü təşkil edirik. Bugünkü deməli görüşdə biz əlillərin hüquqlarının təmin olunması ilə bağlı müxtəlif aspektlərdən həm özümüz üçün araşdıracağıq, həm də əlillərin müraciətləri əsasında biz onlara həm hüquqi maarifləndirmə və hüquqi dəstəyin təşkil olunması, o cümlədən hüquqi yardım lazım gəlirsə, hüquqi yardım həyata keçiriləcəkdir. Hesab edirəm ki, Gülsam təcrübəli bir təşkilatdır, onun ətrafında bu sosial qrupdan olan xeyli sayda insanlar var. Onlar da təcrübəli bir təşkilatdır ona görə və bu əməkdaşlıq hiss edirəm ki, səmərəli olacaq. Biz uzun müddət bizə fəaliyyət göstəririk. Hüquq yardımı ilə bağlı çox fəaliyyətlərimiz olub. Bugünkü gündə də biz üçün çox xoşdur ki, Müvəkkil Hüquq Mərkəzinin əməkdaşlığımız bizə də çox xoş təsir bağışladı. Çünki bizim hüquq yardımına çox ehtiyacı olan şəxslərimiz var, həssas şəxslərimiz var. Onların bugün sosialla bağlı, ümumi problemlərlə bağlı hüquq yardımından çox faydalanmağına ümid edirəm inşallah. Mən çox şadam ki, bugünkü tədbirimiz belə bir problemlərin həlli ilə bağlı olacaq.